Abbasovun, yenə dediyim kimi, Talış xanlığını bizim milli əsasımız kimi görməsi və Səfəvilərdən bizim quruculuğumuzun başlayıb Talış xanlığında mütəşəkkil tapdığını deməsi bu böyük bir milli quruculuq layihəsi idi və bu haqda kitab yazması. Çünki Azərbaycanda kitab yazılması, hər hansısa bir ideoloji hərəkat çox kəsaddır. Yəni türkçülərin özünə belə baxsaz, yazılan kitablar o deyil, yəni milli quruculuğun əsası deyil. Həmçinin bu kitabların ideoloji söykəndiyi yoxdur. Başqa xalqların uğurlarına, tarixi şəxsiyyətlərinə istinad edirlər, hansı ki, bununla onların aidiyyəti yoxdur. Fəxrəddin Abbasov isə heç bir, yəni kənar istinad etmədən sırf Talış xalqının bizim hazırki Azərbaycanda ən qədim, həm də dövlət qurucu olduğu bir xalq olduğunu sübut etdi. Yəni sübut etdi ki, Talışların 3-4 əsr əvvəl öz dövləti var idi və Talışlar millət olaraq formalaşmışdı. Hansı ki, Azərbaycan və indiki güya Azərbaycan türk olduğunu iddia edirlər. Digər türk dövlətlərinin hamısı ötən əsrdə, bir əsr əvvəl formalaşmağa başlayıb və bütün bunlar da Rusiyanın gücünə olub. Yəni onlar öz gücünə belə etməyibdi və bu Talışlar içərisində bir milli oyanış yaratdı. Və Talışlar başa düşdü ki, onların həqiqətən də zəngin tarixi var və bu tarix danılmazdır və onlar əslində bu regionda ən güclü millətlərdən biridir və Azərbaycanda ən güclü millətlərdən biridir.